Salam əziz dostlar, mən Tural Sadıqlı. Azad adından sizi salamlayıram. Almaniyada mühacir həyatı yaşayıram. Azərbaycan hakimiyyətinin ölkədən didərgin saldığı minlərlə insandan biriyəm. 6 aprel tarixində Avropa İnsan Haqları Məhkəməsi mənim və digər 10 nəfərin işi ilə bağlı qərar qəbul edib və Azərbaycan hökumətini ümumilikdə 83 min avro məbləğində cərmələyib. Mən 2013-cü ilin dekabrında Qarabağ qazisi Zaur Həsənov özünü yandırdıqdan sonra Fəvvarələr meydanında təşkil etdiyimiz Qazilərimiz Ölməsin şüarlı aksiyada qanunsuz həbs olunmuşdum. Yəqin ki, Zaur Həsənovu unutmamışsınız. Düzdür, biz xalq olaraq unutqanıq, amma inanmıram ki, heç üzərindən 4 il keçməyən o dəhşətli hadisəni unudasınız. Bəli, Qarabağda vuruşaraq ayaqlarını itirmiş Zaur Həsənov məmur özbaşınalığının qurbanı olaraq canını da itirdi. 2 balası yetim qaldı. Avropa İnsan Haqları Məhkəməsinin hazırki qərarı da bununla bağlıdır. Güman etmirəm ki, Azərbaycan hökuməti bu məbləği mənə ödəyəcək və ya əksinə bəlkə də ödədi. Çünki bu məbləğ Əliyev ailəsinin, eləcə də bu hakimiyyəti təmsil edən digər ailələrin indiyədək qazanmış olduqları sərvətlərin yanında dəryada bir damladır. Bu insanlar bu məbləği xaricdə bir günlük istirahətə kefə xərcləyirlər. İlham Əliyev 6 min mənə ödəsə də, ödəməsə də ortada bir gerçək var ki, büdcədən çıxan bu pullar sizin, bizim, hamımızın pulu hesabına formalaşır. Bizim, sizin, hamımızın boğazımızdan kəsilib yığılır. Amma rüşvətxor məmur təbəqəsindən ibarət bu hakimiyyət sizi, bizi bütövlükdə xalqı hərləmir. Xalqın nə yediyini, nə istiyini fikirləşmir. Fikirləşmir ona görə ki, özlərini sizdən, bizdən biri ümumilikdə xalqdan saymırlar. Fikirləşdikləri yalnız ölkənin sərvətlərini talamaq, çapmaq və öz hakimiyyətlərini uzun ömürlü etməkdir. Bunun üçün də bütün çirkinliklərə və hər cür qanunsuzluqlara və ədalətsizliklərə baş vurub, əllərindən gələni edirlər. Əziz izləyicilər, sözümün çatdığı sevimli dostlar, soydaşlar, özümüzü fikirləşmək ancaq özümüzə qalıb. Ey Ali Başkomandandan torpaq və ya güzaran xahiş edən zavallı məcburi köçkünüm. Hansı ki, torpaq adı ilə o komandan mənfuz siyasəti ucbatından kasıb-küsbün balasını döyüşlərdə həlak edir. Zavallı deyirəm, xətrimizə dəyməsin. Çünki mənim özüm də Ağdam rayonundan məcburi köçkünəm. Zavallı durumdayam. Ey Mehriban Əliyevadan mədət uman xəstəm əlilim. Hansı ki, mədətlərin həmişə cavabsız qalır. İmdadına yetən olmur. Xəstə yatağında can verib gedirsən. Və ey həkimim, müəllimim, tələbəm, fəhləm, ustam, cavanım, ahılım, anam, bacım, qardaşım, əziz millətim. Bil və agah ol ki, ölkəni idarə edənlərdən sənə kömək olmayacaq. Köməyi özün-özünə etməlisən. Ölkəni idarə etməklə. Bəli, ölkəni idarə etməklə. Ölkəni xalq idarə etməlidir ki, xalq da yaxşı yaşaya bilsin. Bir qrup oğru və quldur tayfasına ölkəni həvalə edəcəksənsə, yaxşı yaşayanlar da ancaq onlar olacaq. Bu qədər. Sağ olun.